Burada deməli bir sözü var onun. Siyasətin qələbəsi insaniyyətin məğlubiyyətidir. Yəni, məlum məsələdir ki, bəşəriyyət yaranandan indi ilkin mərhələlərdə o müxtəlif cür qəbul olunub ki, nə cür idarəçilik sistemi olub, ibtidai quruluşlar filanlar. Nəticə etibarilə yəni insan, bəşəriyyət, sivilizasiya formalaşan dövrlərdən, yəni belə deyək ki, özünə məxsus hərənin siyasəti olub, indi fatihlər olub, hökmdarlar olub filan. Bəs yaxşı, siyasətin qələbəsi insaniyyətin məğlubiyyətidirsə, onda insaniyyət, bəşəriyyət Asif Ata inancına görə necə idarə olunmalıdır? Hansı sistem üzrə idarə olunmalıdır? Məsələn, məlum məsələdir, sizin öz əqidəniz var, Asif Atanın qoyub getdiyi fəlsəfi, əqidəvi deməli cərəyan var, yol var. Amma məsələn, bu inancın üzvləri də kifayət qədər deməli geniş deyil, məhdud hardasa anlamdadır. Yəni bu dünyanı idarə edəcək qədər məsələn bu böyüməyibdir. Yəni bu mənada mən soruşmaq istəyirəm ki, yaxşı sizin ortaya qoyduğunuz, təqdim etdiyiniz o idarəçilik yolu, əgər siyasət, təbii ki, qəbul eləyək, siyasət bir düzgün, hətta şəxsiyyəti mən bir sözünü oxudum, dedi ki, demokratiyanın özü də belə mütləq idarəçilik yolu deyil. Bu, yəni, keçid üçün əslində nəzərdə tutulub, sadəcə indəlaşsızlıqdan dünya bunu meydana gətirir. Ona görə sizin ortaya qoyduğunuz, Asif Atanın təqdim etdiyi idarəçilik sistemi haqqında. Doğru. Gözəl, bilirsinizmi, öncə onu deyim ki, məsələn, Asif Ata bu mövqeyi ortaya qoyanda o demir ki, deyək ki, dövlətin başına onun ocaqçıları gələcək, onlar da durub nəsə hansısa bir yönetim formalaşdıracaq. Onu nəzərdə tutmur. Əslində Asif Atanın davamçıları, əgər həqiqi davamçılarsa, onlar heç bir hakimiyyətə gəlməyəcək. Onların hakimiyyətə gəlməsi heç doğrudur. Ancaq Asif Atanın ideya prinsipləri əsasında formalaşan ideoloji baxışlar, filanlar, nə bilim nələr və formalaşan milli qüvvə əlbəttə gəlməlidir hakimiyyətə. Yəni, millilik prinsipləri üzərində, milli ideoloji prinsipləri üzərində gəlişən bir qüvvə olmalıdır ki, dövlət ona etibar edilsin. Məsələ nədir? Qaldı ki, o yönetim məsələsi, yəni idarə etmə məsələsi. Əslində, Asif Atanın Ruhani Dövlət adlı əsəri var. Ruhani dövlət dini dövlət anlamına gəlir. Ruhani dövlət nə demək? Yəni, dövlət hüquqi qanunlarla deyil, insani qanunlarla tənzimlənməlidir. Çünki dövlətin əsas hədəfi insanı qorumaqdır. İnsanı xalq səviyyəsinə çatdırmaqdır. Buna qulluq eləmək. Ona görə insani qanunlarla idarə olunmalıdır. Bunun da prinsipləri var. İndi bu böyük bir əsərdir, kitabdır. Əlbəttə, ona bir ayrıca veriliş də gərəkərsə bağlaya bilərik. Bax, bu ruhani dövlət prinsiplərində Atanın konkret təsbit elədiyi bir neçə deyək ki, bəndlər var ki, bu bəndlər dövlətin idarə olunması üçün başlıca onun irəli sürdüyü bir məsələdir. Məsələn, deyir, o dövlət hökmdarlıq əsasında deyil, atalıq əsasında idarə olunmalıdır. Atalıq bunu Asif Ataya dəxli var. Ümumiyyətlə, yəni o ideya bu, atalıq əsasında idarə olunmalıdır. Sonra, məsələn, deyək ki, minimal iqtisadiyyat ideyası var. Minimal iqtisadiyyat nədir? Minimal iqtisadiyyat odur ki, yəni quruluş özü burada artıq bir sivilizasiya olaraq anlamını itirir. Yəni Asif Ata kapitalizmlə sosializmi qəbul eləmir və burada tamamilə yeni insani ruhani cəmiyyət ideyası verir, irəli sürür. Bu baxımdan bu deyir ki, sözcük dövlətin polis hüquq falan sistemi falan var, cəmi fərdi cəmi təzyiqi ilə qorumalıdır falan deməlidir. Dövlətin başına gələn adam Asif Atanın prinsiplərinə görə dövlətin başına gələn adam dövlətin başına gəlmək üçün mübarizə etməməlidir. İndi o bugünə aid deyil. Onun idealıdır. Mübarizə etməməlidir. O ən təmiz, ən vicdanlı, ən yüksək amallarla yaşayan və vətənin xalqını sevən birisi olmalı və onu xalq özü idarə etməsini başına gətirməlidir. Və o ora gələndə ora imtiyaz kimi baxmamalıdır. Özünün sexi kimi, özünün necə deyirlər, müstəsna hüququ kimi, haqqı kimi baxmamalıdır. Dövlət bunun haqqıdır sanki və talançılıqla uğraşmamalıdır. Bax, o baxımdan dediyim kimi, onun ruhani dövlət idealında bəs qədər aydınlaşmış bir xət var ki, onu Asif Ata yürüdür. Dediyim kimi, o ki, qaldı indi siyasətin min illərdir olması falan. Əlbəttə, bax, burada Asif Ata dinləri biraz da burada suçluyur ki, din həm oldu, həm olmadı. Yenə də dinlər elə bir insani bir ortam yarada bilmədilər ki, fatihlər, talançılar, azğınlar hakimiyyətə gəlib də toplumu, deyək ki, hansısa, belə deyək, anti-insanı baskılar altına alması. Yəni, bu ortamı verdi. Özü də onun insarına keçdi. O, özü də onun
necə deyirlər, bir vasitəsinə çevirdi. Nə yazıqlar ki? Axı din məsələsi, yəni inan məsələsi prinsipial bir məsələdir. Necə ola bilər? İnan məsələsi hakimiyyətlərin əlində vasitə ola bilməzdi. Mən bununla bağlı bir məqama da olmuşam, yazmışam ki, bu gün Azərbaycanda, lap elə başqa yerlərdə də deyə bilərik, mən konkret öz coğrafiyamızı götürürəm, Azərbaycanda hansı din fəaliyyət göstərir? Gəlin baxaq, açıq deyək. Ayrı-ayrı, tək-tək inanclı arı adamlar, saf adamları qoyuram qıra, tək-təkdir. Amma bütövlükdə götürəndə İranın Şiə İslamı var, Amerikanın Nurşi İslamı var, İngiltərənin Vəhabi İslamı var. Bütövlüklə sarılıq cəmiyyətin canına. Və bunlar açıq fəaliyyət göstərir, açıq şəkildə. Və bunlar da bəlli ideologiyalara qulluq edirlər. Bunlar bəlli qüvvələrin maliyyələşdirdiyi, bəlli qüvvələrin ortaya gətirdiyi bir şeylər. Bilirsinizmi? Belə olan siyasət budur da elə. Siyasət görürsünüzmü? Siyasətin eybəcərini baxın ki, inamı necə oyunlara gətirib. Tanrısal məsələ necə oyunlara gətirir və burada əlbəttə insanlıq məğlub olur. İnsanlıq var olur. Soğul bəy, çox təşəkkür edirəm sizə. Var olun.